Hər vaxtınız xeyirli olsun. Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə davam edir. Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunur. Hazırki məhkəmə prosesində məhkəmə iclasında ifadələr dinlənilir. Ruben Vardanyan sərbəst ifadə verməkdən imtina edib. Məhkəmə prosesində çoxsaylı zərər çəkənlər keçir ki, onlar məhkəmədə ifadə verirlər, sərbəst ifadələrini bildirirlər. Zərər çəkmişlər hansı şəraitdə yaralandıqlarını, Ermənistan Respublikasına, onun silahlı qüvvələrinin Azərbaycana qarşı apardığı təcavüzkar müharibə, bu müharibə nəticəsində törədilmiş çoxsaylı cinayət hadisələri, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi çoxsaylı təxribatlar, həyata keçirilən əməliyyatlar barədə məhkəmə prosesində, eyni zamanda hansı şəraitdə yaralandıqlarını, hansı zərəri gördükləri barədə məhkəmə prosesində ifadələrində bildirirlər. Qeyd edək ki, iş üzrə çoxsaylı sənədlər də keçir. Həmin sənədlər, məhkəmə video materiallar, foto materiallar da məhkəmə prosesində araşdırılır, tədqiq olunur. Mən bir neçə mühüm məqamı da tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Qeyd olunmalıdır ki, Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə ilk növbədə sülh və bəşəriyyət əleyhinə yönəlmiş cinayət hadisələridir. Çünki həmin hadisələr zamanı zərər çəkmişlər də ifadələrində bildirirlər ki, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzkar müharibə apararkən nəinki Azərbaycanın qanunvericiliyində, nəinki müharibə cinayətləri törədirlər, müharibə qanunlarını hətta pozublar. Onlar hətta bütün beynəlxalq konvensiyanın tələblərini pozublar. Bir faktı qeyd olunmalıdır ki, zərər çəkmişlər ifadələrində bildirirlər ki, məsələn, tibbi xidmətdə qulluq edən heyət üzvləri qeyd edirlər ki, ifadələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın hətta döyüş mövqeyindən kənarda yerləşən tibb məntəqələrini, sanitar maşınlarını, hansı ki onların üzərində tanınma nişanları olub, onları belə hədəfə götürüblər, vurublar. Bu cür faktlar zərər çəkmişlərin ifadələrində olduqca çoxsaylıdır. Məhkəmə prosesi açıq keçirilir, zərər çəkmişlərin də vəkillər təmin olunublar. Ruben Vardanyan özünün seçdiyi vəkillə təmin olunub, həmçinin o özünün istədiyi rus dilində tərcüməçi ilə də təmin olunub. Bizim hələlik bu saata proseslə bağlı çatdıracaqlarımız bu qədər. Bizim gün ərzində xəbərlərin növbəti buraxılışlarında xüsusi reportajımız da olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.